Deməli, dostlar, bayaqların dərslərin birində uşaqlarla söhbət edirəm. Dedim, elə həmin məsələni çəkim sizlə də paylaşım. Deməli, şagirdlərimizdə belə bir məsələ var ki, universitet imtahanlarına hazırlaşanda, məsələn, bir də baxırsan ki, adam fikirləşir ki, nə qədər mövzu var qabaqda, mən elə onları oxuyub çatdıra biləcəmmi və ya nə bilim, keçmiş bölmələrdən deyir, hamısı yadımdan çıxıb mən nətər edəcəm. Burada əslində şagirdin dərs oxumanı planlaması lazımdır. Planlamanı düzgün şəkildə eləmək lazımdır ki, əgər o narahatçılığınız varsa, mütləq şəkildə bunu eləyə bilərsiniz. Bunu aradan qaldırmağın birinci yolu nədir? Əvvəla, bu ingilislərin məşhur bir atalar sözü var. Onu elə dərsdə dedim, sizlər üçün istifadə edeyim. Bir çoxunuz eşitmişsiniz yəqin ki, deyir ki, yesterday is history, tomorrow is mystery, today is a gift, that's why it's called present. Belə bir söz var. Yəni, bu nə deməkdir? Yesterday is history, yəni dünən, yəqin ki, ingilisini siz məndən yaxşı bilirsiniz. Orada deyir ki, yəni dünən bir tarixdir, dünən keçdi, gələcək bir sirdir, müəmmadır, biz onu bilmirik. Amma bu gün bir hədiyyədir. Bu günün qədrini bilmək lazımdır. Bunu dərs oxuma planlamada da eləmək olar əslində. Yəni burada keçmişə baxıb mənim mövzularım yadımdan çıxıb və də gələcəyə baxıb mövzular çoxdur, çox elə çətin bölmələr qabaqdadır deyib belə depressiyaya girməkdənsə, mandraja düşməkdənsə, əvəzində nə edə bilərik? Bu anı dəyərləndirə bilərik. Bu anı dəyərləndirmək necə olur? Əslində bu biraz keçmişi bərkitmək, gələcəyi də garantiləməklə olur əslində. Keçmişi bərkitmək deyəndə nəyə nəzərdə tuturuq? Məsələn, bir dənə A4 götürürsünüz, vərəq, boş vərəq götürürsünüz və bu boş vərəqin üzərində bölmələrin adlarını yazırsınız. Bu fizikaya da aid ola bilər, digər fənlərə də aid ola bilər. Mən özüm də abituriyent olan vaxtda bundan istifadə etmişəm, bu metoddan. Siz də istifadə edə bilərsiniz. Bir vərəqi götürürsünüz və bu vərəqdə bu sizin özəl bir vərəqiniz olur. VIP. Yəni buna başqa şeylər yazmağa ehtiyac yoxdur. Bu vərəqin üzərində məsələn yuxarısından yazıram fizika. Fizikada mənim öyrəndiyim birinci bölmə məsələn düz xəttli hərəkət, ikinci çevrə üzrə hərəkət, üçüncü Newton qanunları. Bax mövzuların adlarını yazıram. Öyrəndikcə mövzuları siyahıya əlavə edirəm. Sonra nə edirəm? Məsələn oturanda boş vaxtım olanda, bu gün məsələn boş vaxtım var, oturmuşam və baxıram ki, fizikadan 5 dənə bölmə keçmişik. Düzdür, 5 bölməni keçmişik, azdan çoxdan test işləmişik. Amma mən bunları nə dərəcədə möhkəm bilirəm? Onda açıram, məsələn, fikirləşən mövzular siyahı qabağımda olduğuna görə bir qartal baxışı deyirlər. Ona qartal baxışı kimi baxıram və deyirəm ki, məsələn, Newton qanunları yadımda deyil. Açım bir Newton qanunlarını təkrar edeyim. Ya da baxıram, fikirləşən görə yadımdadırmı? Özümü test edirəm. Elastiklik, şifahi formada, baxın, çox da əziyyət çəkmirəm. Əslində gün ərzində 5 dəqiqə vaxtınızı alacaq. Bir çaydan, kofedən qoyun qarşınıza və oturub bu dediklərimi eləyin. Bütün fənlərdən, məsələn 5 fəndən hazırlaşırsınız, 5 dənə vərəq lazımdır sizə. Hər fəndən bir dənə vərəq götürürsünüz və o mövzular sizin qarşınızda olur. Onları lazım olsa bir yerə stiker formasında düzəldib yapışdıra da bilərsiniz ki, hər gün göz qabağında olsun, görəsiniz. Və baxırsınız siyahıya, deyirsən ki, məsələn, olsun digər fən, məsələn, loqaritmadır, trigonometriyadır, riyaziyyatdan, funksiyadır, tənliklər. Məsələn, görək loqaritmik tənliklər yadımda qalıbmı? Ya da ingilis dili də ola bilər, digər fənlər də ola bilər. Bütün bölmələri yazırsan alt-alta və hər gün bir 5 dəqiqə, ümumilikdə hər fənlərə 1 dəqiqə vaxtınız verəcək onsuz demək olar, 1 dəqiqə, 2 dəqiqə. Yəni, ümumilikdə toplasanız gün ərzində 5-10 dəqiqə vaxtına bu dediyimi eləyə bilərsiniz. Baxırsan və mövzuları hər gün gördükcə, sən sanki o mövzuların üstündəki o tozlar üfləyəcəksən. Bax, bunu bir sınayın. Görəcəksiniz ki, əvvəlkindən daha güvəniniz, özgüvəniniz daha çox olacaq. Baxıram, qabağımda 5 dənə bölmə keçmişəm fizikadan. Aha, elastiklikdə düstur necə idi, KX idi. Bir mövzuların o, belə deyək ki, fragmentləri mənim gözümün qarşısından keçir. Mövzular artdıqca da bu siyahım düzü böyüyəcək, daha çox vaxt təkrar üçün lazım olacaq. Amma inanın ki, hər gün təkrarladıqca, artıq məsələn indi 5 bölmə var qabağında, sən çevrə üzrə hərəkəti təkrarladın, baxdın. Artıq 3 gün sonra, 5 gün sonra hər dəfə o hərəkətləri, o mövzuları gördüyünə görə mövzulara olan o boşluq hissin aradan qalxacaq və bu səndəki özgüvəni artıracaq. İstər-istəməz nəticəniz yuxarıya doğru artacaq inşallah. Bunu bir texnik kimi, düşlər demiş, bir metod kimi istifadə edə bilərsiniz dostlar.